O kinomuzun Topal Teymurudur. O kinomuzun Qurd Cəbrayılıdır. Yəni ona baş rollar verilməsə də əlinə düşən fürsət çərçivəsində elə obrazlar yaradıb ki, həmin kinoda ən yaxşı halda elə baş rol qədər yadda qalan və unudulmaz olub. Təəssüf ki, bu insanı da biz şərlədib öldürmüşük. Təəssüf ki, bu sənətkarımızı da elə öz plastında, öz müstəvisində yolunu bağlayaraq ürəyini partlatmışıq. Bütün bunları isə onun həyat yoldaşı Zemfira Sadıxova danışır. Bu adam böyük sənətkar, böyük alqışa layiq, təəssüf ki, yaşadığı dövrdə bu alqışı qazanmayan Yusif Vəliyevdir. Əsl kino sevən tamaşaçılar arasında keçirilən sorğularda ən sevdiyiniz aktyor, ən böyük aktyor kimdir sualına cavab olaraq bir çox tamaşaçılar dəfələrlə Yusif Vəliyevin adını çəkiblər. Çünki o Azərbaycan kinosunun həm də ən möhtəşəm mənfi obrazlarını yaradan şəxsiyyətdir. Başlayaq. Yusif Abdullaoğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb və Yahudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb. Texnikumu bitirəndə yenicə açılan Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib. Teatr bağlananadək, yəni 1949-cu ilə qədər burada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül sənətkarlarından birinə çevrilir. Elə burada işləyərkən 20 yaşı olanda Şəki teatrında özündən 12 yaş böyük olan geyim ustası Rəbiyə adlı qadınla evlənir. Ancaq onların rəsmi nikahı olmur. Sonralar Rəbiyə xanım beyin qansızması keçirir və yatağa düşür. Birinci evliliyindən aktyorun Nayra və Natəvan adlı qızları doğulur. 1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddətdə Rus Dram Teatrında aktyorluq edir. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır. Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının Rus bölməsində hazırlanan Mixail Şatrovun İnqilab naminə pyesinin tamaşasında Lenin rolunu ifa edir. Onun ifası sənətkarlıq baxımından Rus həmkarlarının oyunlarından da daha canlı və real alınır. Təbii ki, bu da diqqətdən qalmırdı. Normalda bu diqqətin cavabı da olmalıydı. Yusif Vəliyev Azərbaycan filmin kinolarında epizodik rollar oynasa da çox maraqlı, yadda qalan xarakterlər yaradır. O, Sən nə üçün yaşayırsan, Nəsimi, Qatır Məmməd, Tütək səsi, Arxadan vurulan zərbə, Uşaqlığın son gecəsi, Bir Cənub şəhərində filmlərində çəkilib. Onun yaratdığı Teymur Ləng obrazı sənətkarlıq baxımından heç də Nəsimidən geri qalmır. Həmin obrazı yaradarkən artıq sənətkarın yaddaş problemi yaranıbmış. Filmdə Dərviş obrazını yaradan Əbdülmahmudov məşhur səhnədə Teymur Ləngin arxasında o yana bu yana getməsinə səbəb Yusif Vəliyev və obrazın sözlərini pıçıldamaq məqsədi daşıyıb. Yəni Yusif Vəliyev sözləri, cümlələri unudurmuş. Səhnənin davamında isə filmin ssenaristi İsa Hüseynov, yəni İsa Muvanla arabanın altına uzanaraq oradan Yusif Vəliyevə deyilməsi lazım olan cümlələri xatırladırmış. Bununla belə filmdə nəinki bu çətinliyi hiss olunur, əksinə Nəsimi filminin ən şahanə epizodlarından biri də məhz Nəsimi və Teymur Ləngin görüşü ilə bağlı olur. Hətta bəzi kinosevərlərin düşüncəsi ilə Topal Teymur, Teymur Ləng obrazının həmin andakı performansı hətta Nəsimi obrazını da üstələyir. Baxmayaraq ki, orada Teymur mənfi roldadır. Yusif Vəliyev 3 dəfə ailə həyatı qurub. İlk ailəsi ilə bağlı az əvvəl danışdıq. Aktyorun ikinci evliliyi də uğursuz olandan sonra 1965-ci ildə Gənc Tamaşaçılar Teatrını işləməyə gələn özündən 22 yaş kiçik aktrisa Zemfira Sadıxova ilə tanış olur. Son məktub tamaşasında Yusif Vəliyev Zemfiranın atası rolunu oynayır. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusiflə münasibət yaradır və lakin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Sitat:
Oğlumu və anamı götürüb İrəvana getdim. Ayrılıq vaxtı mənə çoxlu məktublar yazırdı Yusif. Ağlayırdım. Heç kim bilmir, amma Yusif çox romantik adam idi. Məni çox sevirdi. Niyə onun yanına qayıtdım soruşursunuz? Onu mənə, mənim ona sevgim tükənməz idi. Gəldim və ayrıla bilmədim. Nə mən, nə o. Birlikdə anamgildə yaşamağa qərar verdik. Məni teatrda işləməyə qoymadı, ona görə radioya getdim. Bu evlilikdən onların qızları Bahar dünyaya gəlir. Yusif Vəliyev və Adil İskəndərovun yaxşı yoldaşlığı olub. Lakin sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Ancaq aktyorun xanımı Zemfira Sadıqovanın sözlərinə görə Axırıncı Aşırım filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşırır. Yəni öz yaratdığı obrazı, Adil İskəndərovun yaratdığı obrazın səsləndirməsini də özünə tapşıranda Adil müəllim qayıdır ki, sən nə danışırsan Həsən? Sən komediya çəkirsən, mənim səsimlə Kərbəlayı olmaz axı. Get, Yusif Vəliyev çağır, o gəlib səsləndirsin. Yusif Vəliyev bu xəbər çatanda, o da Adil İskəndərovla küslü olsa da gəlir, həmin rolu səsləndirir və nəticədə ortaya Kərbəlayı kimi möhtəşəm bir obraz çıxır. Zemfira Sadıqovanın sözlərinə görə Adil İskəndərovla Yusif Vəliyevin münasibətlərinin pozulmasına səbəb elə aktrisanın özü ilə bağlı bir məsələ olub. Bir dəfə kinostudiyada bir balaca insident yaranmışdı. Mənə qarşı bir nəfər özünü lazımi səviyyədə aparmamışdı. Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı, mən də birbaşa pasportumu götürüb getdim yanına. Dedim, kim nə deyir bilmirəm, amma baxın, biz çoxdan evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl, bir çoxlarının diqqəti üstündə olan qız 47 yaşlı kişiyə niyə ərə gedir? Başa düşmürdülər, deyirdilər bunun nəyinə gedib? Bir dənə evi var idi, 3 otaqlı vəssalam. Mən də anamın evində yaşayırdım. Sonra birinci arvadı rəhmətə gedəndən sonra evi dəyişdirib bir otaqlı ev aldıq. Qızları da artıq evlənmişdilər. Sonradan Yusifə 9-cu mikrorayonda 9-cu mərtəbədən ev verdilər. Heç fikirləşmədilər ki, ürəyi xəstə olan adama bu mərtəbəni vermək olmaz. Yusif o zamanki Mədəniyyət Nazirinin yanına getmişdi. İstəyirdi ki, biraz aşağı mərtəbədən evlə dəyişək. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı. Nəzərə almalıyıq ki, həmin dövrlər Yusif Vəliyevin əsl partlayış yaratdığı bir dövr idi və ən məşhur vaxtları idi. Təəssüf ki, Mədəniyyət Naziri onu həmin vaxtı belə tanımamışdı. Yusif Abdullaoğlu Vəliyev 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. Deyilənə görə aktyor Zemfira xanımla ailə quranda aktrisa, yəni Zemfira Sadıqova heç xörək bişirməyi də bacarmırmış. Ona bu məsələdə Yusif Vəliyev köməklik edib xörəkləri bişirməyi öyrədib. Zemfira xanımın sözlərinə görə aktyorun ölümünü tezləşdirən birbaşa rejissor Ağakişi Kazımov olub. Aktrisa bu barədə deyir, Yusifi bu dünyadan yox edən gənc tamaşaçılar teatrının baş rejissoru Ağakişi Kazımov idi. Həm də bizimlə qonşu idilər. Onlar 8-ci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. 10 il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə də gəlməsin. Amma üzlülüyünə salıb gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiymət vermədilər. Ömrünün son günlərində aktyor ürək ağrılarından şikayət edir. Onu xəstəxanaya aparırlar, 2 ay orada müalicə olunur. Həyat yoldaşı və qızı 1980-ci il martın 17-sində onun yanına gedəndə aktyor onları görən kimi hönkürür, ağlayır. Ertəsi gün isə o
dünyasını dəyişir. Yusif Vəliyev qızı Baharın ad günündə martın 20-sində Qurd Qapısı qəbirstanlığında torpağa tapşırılır. Təəssüf ki, dünya səviyyəli bir aktyoru zamanında həmin səviyyədə görə bilmədilər. Düzdür, o yüksək səviyyədə qiymətləndirilmişdi. Yəni əməkdar artist ardınca xalq artisti adlarını almışdı. Lakin ölümünə yaxın, ölümündən 10 il əvvəl hətta onun şəxsi həyatını sənəti ilə qarışdırdılar, qiyməti dəyişdi və az əvvəl qeyd etdiyimiz kimi öləndə də vida mərasimi təsəvvür edin. Yusif Vəliyevin vida mərasimi 9-cu mikrorayonda şəxsi evində keçirilir. Salamat qalın.